Azərbaycanda avtomobildə yüksək səslə musiqi dinləmə halları daha çox gecələr özünü göstərir. Elə gündüzlər də rast gələ bilərsiniz. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində deyilir ki, mənzillərdə, yaşayış komplekslərinin girişlərində və həyətlərində, küçələrdə və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-yə qədər səs-küy salmağa, ucadan mahnı oxumağa, televizorları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manata qədər, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimə edilir. Yəni, polis sizi cərimə edirsə, qaydalara əsasən haqlıdır.